Və görürsünüz değerli kardeşler, Allah'ın dinini inkar edenler çoxalıb. Allah Taala'nın kitabını inkar edenler çoxalıb. Muhammed sallallahu aleyhi ve sellemin temiz sünnetini, səhih hədislərini inkar edenler çoxalıb. Belə insanların çoxaldığı bir vaxtda özüne sünni diyen, sələfi diyen, haqq əhli diyen rahat olmamalıdır. Her bir qəlbində sünnə daşıyan, sünnə qiriyyəti olan müsəlman Allah'ın dininin keşiyində olmalıdır. Her birimiz, yaşlılar ve cavanlar, kişiler ve kadınlar, her birimiz Allah'ın dininin keşiyində olmalıyıq. Allah Teala Kur'an-ı Kerim'de buyuruyor ki فَلَمَّا أَحَسَّ عِيسَ مِنْهُمُ الْكُفُرُ قَالَ مَنْ أَنْصَارِ إِلَى اللّٰهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنْصَارُ اللّٰهِ Allah Teala buyuruyor ki o zamanki İsa öz qövmündən küfr hissələdi. Gördü ki artık bunlarda xeyir yoktu, küfr eləyirlər. Hitap elədi insanlara ki kimdir Allah'a giden yolda mənə yardım eləyən, Allah'ın köməkçiləri, tək Allah'a ibadet eləməyə, insanları dəvət etməkdə mənə yardım eləyən kimdir? Havarilər dedilər ki, nəhnu ansarullah, biz Allah'ın köməkçiləriyik. Təsəvvür edin değerli kardeşler. Adamlar başa düşdülər ki, Allah'ın dininin bize ihtiyacı varsa, ben kömək eləyəcəm Allah'a. Mən kömək eləyəcəm sənə Allah'ın göndərdiyi elçiyə. Təsəvvür edin. Ona göre biz de değerli kardeşler, Allah'ın dinine yardım eləməliyik. Allah'ın dinini öğrenmeli ve insanlara öğretmeli.